Hamınıza salam dostlar. Bu gün sizlərlə birlikdə Brawl Stars'da öz gerçək hesabında günəş şöhrəti olmağa çalışırıq. Gəlin dostlar, keçək maçımıza. Bəli dostlar, maçımız tapıldı. Knockout, alevli anka kuşu. Görən nə seçəcəyik? Mən bu haritaya seçəcəyim karakter. Özünə də əsasən kostümü də alevli anka kuşu olan Krov olacaq. Krovla günəş şöhrəti olacaq bu gün. Gəlin dostlar, keçək maçımıza. Bəli dostlar, maçımız başlayır. Hər iki komandaya da uğurlar diləyirik. İndi rəqibdə də Krov var. Edgar özünü ilkdən məhv etdi. Heç nə olmaz. Özümüzü məhv etməyək takışdı. İndi az qalsın gedirdik. Nita'ya icazə verməyək oradan getsin. O da getdi. Az qalsın mən də gedirdim. Bilmirik nə edək. Krov alacağım. Aldım da onu aldım ama turu duzduq. İkinci turdayıq. Krov gedir öndən. Edgar qaç. Edgar. Uşaqlar Edgar AFK'dır. Uşaqlar özümüzü qorumalıyıq. İndi Krovla üstlərinə hücum edirik və indi Squeak hardadır? Aşağılarda orada pusub. Aşağıdadır. Bilirəm. Özün bəlli eləsə uzacaq o. Aha. Yeri də görsənir. Yeri də məlumdur. 3 gələrmi? Onu alladacaq indi. Squeak çox pis oynayırsan Squeak'cil. Və 1v3 atırıq. 1v3. Üçüncü turdayıq. Son turda bu. Ayda. Oynayın da. Uşaqlar gördüyünüz kimi oyunun başını bıraxdılar ya sanki. Ulti bas ulti. Ayda onların yerinə bot oynayır uşaqlar. Təəssüf. Pusmalıyam. Və 1v6 2 oluruq. Həm 400 buradan alırıq, həm görevləri tamamlayırıq. Qəşəng bir şey ver. Və mənə gördüyünüz kimi iskelet söz kostümünü verir. Alıram və günəş şöhrəti 1 olurum. Bacardım. Axır ki günəş şöhrəti 1 olmağı bacardım. Buradan hər kəsə təşəkkürlərimi bildirirəm. Sağ olun, salamat qalın.